Bugünkü tədbir haqqında. Bugünkü tədbir çox gözəl tədbir. Mənalı, məzmunlu, həm də məqsədi də əvvəldən bəlli olan bir tədbir idi. Çıxışların, hər iki çıxışda da çıxış elmi səviyyəsinə görə, orada bu çıxışlarda irəli sürülən fikirlərə görə, müzakirə olan obyektin mahiyyətini açma baxımından çox yaxşı qurulmuş çıxışlar idi və mən bu çıxışlara görə sizə öz adımdan təşəkkür edirəm. Hər ikimdən təşəkkür edirəm və Kəmalə xanım. Arzu edirəm ki, bundan sonra da bizim Elmlər Akademiyası ilə bu müxtəlif fəlsəfi problemlərlə bağlı müzakirələr, seminar keçirək, müzakirələr keçirək. Bu, bilirsiniz, məktəb klassiklər, yəni deyək ki, 500 il, 1000 il bundan əvvəlki müdürişlər, böyük şəxsiyyətlər niyə yetişiblər? Diskussiyalarda yetişiblər onlar. Diskussiyalarda hər bir bilik göstərir ki, sən nəyi bilmirsən. Və biz də öyrəndiyimiz bir şeydən sonra bizdə fikir yaranır. Daha nə? Bundan sonra biz axı, o bilik mənə dedi ki, sən onu bilmirsən, ondan sonrakini bilmirsən. Biz necə eləyək? Aha, yeni bir diskussiya yaranır. O vaxt diskussiyaların gedişində insan idraki, təfəkkür, fəlsəfə eləyir, inkişaf eləyir, tərəqqi eləyir. Böyük işdir bu. Sizə yenə təşəkkür edirəm və arzu edirəm ki, akademiyanın əlaqələrimiz bundan sonra daha da sıx olsun. Sağ olun. Sağ olun. Bir sual var. Buyurun. Texniki xarakterli sualdır, yəni bunun məsələyə bir ayrıca yox. Deməli, Füzuli əsasən 16-cı əsrdə yaşayıb yaradıb da, elə deyil, bütün əsərlərini 16-cı əsrdə yaradıb. Və biz bayaqdan, yəni siz danışırsınız, təşəkkür edirəm Faiq müəllimə, sizə gözəl məzmunlu məruzələr təqdim edədiniz. Füzuli öz, belə deyək, fəlsəfi ideyalarının irəli sürülməsində qədim Yunan filosoflarına istinad edir. Thalesin adı çəkildi, Anaxagorun adı çəkildi, Platon gəldi, Aristotel gəldi. Azər müəllim, o Nizaminin İskəndərnaməsində də var, əsərlərində də var. Onu da deyəcəm və ondan deməli bir neçə əsr yaşamış, əvvəl yaşamış Nizami Gəncəvinin də əsərlərində Əflatun, Ərastun, yəni Platondan, Aristotel və onların ideyalarından bəhrələnmək var. Mənim üçün maraqlıdır, sadəcə bilmirəm, yəni bu heç bir üzr istəyirəm, nəzə bir belə təxribat xarakterli sual deyil. İndi fikir verin, o dövrdə 15-ci, lap 12-ci əsr götürək, Nizami 12-ci əsrdə yaşayıb yaradıb. O dövrdə bu əsərlər, yəni Aristotel qədim Yunan dilində yazır, ondan sonra Platon qədim Yunan dilində yazır, Empedokl onun kimi, Thales onun kimi. O dövrdə deməli bu əsərlər ərəb dilinə və fars dilinə tərcümə edilir. Məmnun görünür. Ərəb dilində 8-ci Ərəb dilində tanış olmuş. Bir Yunan fəlsəfəsində ərəb dilində tanış olmuş. Yunan dilini bilməm. Ərəb dilinin imkanları genişdir. Ərəb dilində 1.200.000 söz var. O dillərdə 600. Deyirəm ki, Füzuli bəncə Kərbalada yaşayıb, oradan keçara çıxmayıb. Əsasən orada yaşayıb. Elədir, Kərbalada mərkəz falan olmuyor, yəni xəlifətin deyək ki, mərkəzi olsun, ya nə olsun. Belə bir adi şəhər oldu da yəqin ki. Deməli, bu əsərlər o dövrdə, bu elmə, fəlsəfiyə maraq nə qədər çox olubsa, bu əsərlər, yəni Platonun əsərləri, Aristotelin əsərləri tərcümə olunur. Və o vaxt çap deyilən şey olmuyor, texnika deyilən şey olmuyor. Və onlar hamısı gəlib çıxıb Kərbəlaya və Füzuli bunlarla tanış olub və bunlardan qaynaqlanıb, bunlardan bəhrələnib, yəni istifadə edib. Yəni deyirəm, bu barədə sizin məlumatınız yoxdur ki, onlar kim tərəf... İndi bilirik, Əl-Fərabi tərcümə edib hələ 9-cu əsrdə, sonra İbn Sina tərcümə edib, bunlar var, amma onların o Kərbəlaya gəlməsində yəqin bir nüsxədə tərcümə olundu, o xəttatlar köçürülmüşlər. Yəqin bunların gəlib çıxması biraz adamı belə təəccübləndirir. İndi bu qədər çap imkanları var, Arif müəllimin canı sağ olsun.
Platondan nəysə tərcümə edir. Yüzlərlə Mirzə var idi. Aristoteldən nəysə tərcümə edir də Azərbaycan dilimizdə. Amma bununla belə Platonun, Aristotelin dini olar ki, bütün əsərləri Azərbaycan oxusu üçün əlçatmazdır. Yəni Azərbaycan dilinə hələ tərcümə olunmuyor. Yəni mən nəyə vurulamaq istəyirəm? O dövrdə fikir verirsinizmi? Fəlsəfiyə, ondan sonra bu qədim Yunan fəlsəfəsinə maraq nə qədər böyük olub ki, onlar tərcümə olunub və yayılıb. Bu barədə məlumatınız varmı? Yəni belə bir şey. Onlar ki, kitabxanalarda saxlanılmır. Məsələn, Aristotelin, Füzulinin istifadə etdiyi, tutaq ki, Aristotelin əsərləri var da, Platondan faydalanıb, Platonun əsərləri var. Füzuli bunları havadan götürməyib ki, onları oxuyub, deməli, onlar Kərbalada olub ki, gəlib çıxıb Kərbalaya, o vaxtda çap texnikası olmayıb, kitab çap eləyəsən, qısa eləyəsən. Deməli, görün nə qədər maraq olur, nə qədər belə deyək ki... Həvəs olur. Mən inanıram ki, Nizami Gəncəvi ilə qədim dilləri bilirdi. Çünki Nizami Gəncəvi daha böyük şeydir. Mən inanıram ona ki, o qədim dilləri bilirdi, Latın Yunan dilləri. Nizami Gəncəvi də, Faiq müəllim, Gəncədən bir deyirlər heç ara çıxmayıb. Olsun, Gəncələr də, yəni... Kitab yəni necə gəlib çatıb Kitab necə gəlib çatıb... Tacirlər gətirir, aydındır. Elə bəlkə bilginiz varsa bölüşün. Azər müəllim, demək belə olur və mən deyim sizə, bu xəlifə məmunun hərəkətində, xəlifə məmunun dövründə Beytül Hikmət yaradılır, yəni hikmət edir. Və burada məqsəd də nədən ibarət olub? Həmin o əsərlərin, dediyiniz Aristotel, Platon, Romalılar, onların əsərlərinin gətirilməsi və tərcümə olunması. Və niyə məqsəd, əsas da bunların necə deyək, təşəbbüs nədən əmələ gəlib? Xəlifə Məmun özü möhtəzili olduğu üçün o dövrdə xilafətin daxilində fikir ayrı diskussiyalar gedirdi. Bunlar başa düşürdülər ki, bir-birinə qalib gəlmək üçün məntiqi bilmək lazım idi. Və bunların da xəbəri var idi ki, Aristotel var, onun məntiq təlimi var, kitabları var, o analitik əsər və s. Ona görə də məhz elə kitablarda da yazılır ki, xəlifə Məmun özü, ondan sonra gələn xəlifələr, hətta bir kitabın qalınlığı, çəksi miqdarında deyir, qızıl belə veriblər, Bizans imperatorluğuna göndəriblər ki, mən o kitabları əldə eləyiblər və o vaxtları, məsələn, Yaqub Əlkindi olur, Sabit ibn Qurra, Hüneyn ibn İshaq ibn Hüneyn, bu tərcüməçilər böyük bir dəstə. Bunlar hamısı tərcümə eləyiblər. Sonra da elə onlardan, məsələn, Yaqub Əlkindi özü tərcümə eləyə bir filosofa çevrildi. O peripatetizmin hansı ki, əsasını qoydu. Sonra da başlayıblar, məsələn, Fərabidir, İbn Sinadır. Onlar həm şərh eləyiblər. Tərcümələrin əsasında çox... Əsas, artıq tərcümələrin əsasında şərhçilik başlayıb sonra da. Hətta İbn Sinada belə bir fikir var. Orta əsrdə ərəb filosoflarının hamısı belə demək olar ki, antik Yunan fəlsəfəsindən, ədəbi hissəndən, mənəvi hissəndən qaynaqlanıblar. Bu bir həqiqətdir. Yekunlaşır, əgər istəyirsinizsə yekunlaşır, problem yoxdur. Mən yenə də burada müzakirəsində bu əsər doğrudandır. Mən bu əsəri yeni əldə elədim, çox sağ olsun mənə Mətləbül Etiqad əsəridir. Bayaq da qeyd elədim ki, iki tərcümədədir özdə. Biri Ziya Bünyadovun tərcüməsidir. Hətta mənim... Kiril olacaq da. Ziya Bünyadov 89-cu ildə tərcümə edir. Həmin arası 58-ci. Bəli, buyurun. Demək, bu tərcümələrdə bəzi fərqlər var. İndi burada heç yormaq istəmirəm. Yəni, burada mübahisəli məsələlər var, terminlərdə. Məsələn, biri idrak verir, biri bilik verir və s. Düzdürmü? Bəli, çətindir, bəli. Orijinaldır, amma tərcümə eləyirlər. Ancaq tərcümə olun. Mən bir dənə sadəcə olaraq orada bir Empedoklun fikirləri münasibəti Füzuli məni maraqlandırdı. Orada o deyir ki, məsələn də, deyir o vahiddən əqil, ondan da nəfs yarandı, ondan da sonra təbiət yarandı. Mən belə hesab, mən bir də baxdım o lüğətlərə. Mən elə gəlir ki, o Empedoklun yox, daha çox o neoplatonizmdə, Platonda olan o emanasiya fikirləri sərfən Empedokla aid edib. Mənim fikrimcə də. Çünki o dövrdə biz bilirik, o fikir var, gəlib çatıb, ancaq Empedokla aid deyil. Orijinalı oxumazsa, orijinalı oxumadan gərək ümumiyyətlə mənə də aiddir. Yəni bu işlə mən, həqiqi mütəxəssis gərək ancaq orijinalı bilmədən, tərcümələrlə iş görmək, yəni yenə deyirəm də, Füzuli əsəri yeganə əsər ərəb dilində yazılıb, Mətləbül Etiqad. Deyirəm ki, orijinaldan oxumaq lazım. Ərəb dilinin söz ehtiyatı daha 1.200.000 söz var bu dildə. Başqa dil, İngilisdə, Fransızda... Həqiqi Füzuli şünaslar gərək ərəbcəni bilsinlər. Əgər onun fəlsəfəsində.
Məntiq deyir ki, o əsərlər Empedokledur, Platondur, Aristotel, onlar ərəb dilinə çevrilib. Orada terminologiya biraz işlənib, hazırlanıb. Ona görə Füzuli ərəb dilindən istifadə edib. Azərbaycan dilində o terminologiya yoxdur. O ərəb dilinə tərcümə olunduğu üçün. Ərəb və fars var, hə. Yəni o terminlər olub deyin, onlardan istifadə edib. Təzədən əgər Azərbaycan dilində yazsaydı, o terminlər uydurmalı idi. Deyək hansısa. Həm də ki, Füzulinin yeganə nəsr əsəridir. Mətləb, etiqad, o bir hamısı nəzrlər. Və çünki onu sübut edirdi, oradan da Füzuli antik fəlsəfəni güclü bilibdi, düzdürmü? Dünyada belə deyil, peripatetizmi əsasən də güclü bilib. Çünki bu peripatetik fəlsəfənin Füzuliyə təsiridir. Baxmayaraq ki, qəzəllərində sufilik biz görürük ki, düzdürmü? Zeynəb mən razılaşarsın. Yolun yolcusuyam. Siz yox, Mən çox razılaşdım. mən çünki oxuyuram, görürəm burada sufi ideyalar var. Özü demirəm, sufiliyin bəlkə də o rituallarını yerinə yetirməsə də, hər o da fəlsəfəsini qəbul edib də, biz onu inkar edə bilmərik. Bu, inkar eləmirik, ancaq... Yəni görün bu nə qədər böyük şəxsiyyət olub ki, doğrudan da o dövrün bütün o fəlsəfi biliklər ki, hansız ki... Ümumiyyətlə, sufili çox problemli məsələdir. Çox. Çünki Fars sufiliyi, Farsların niyə görə bunda deyirəm? Yəni Fars mütəfəkkirlərin, Türk mütəfəkkir, Hind, nə bilim, ərəm sufilərin nə qədər fərqli olduğunu oxuyanda ancaq bilir ki, yəni biraz o sufilik məsələsində deyil, Mövlanənin sufiliyi ona görə deyirəm, Şəms Təbrizin sufiliyi, nəysə. Orada oxuyanda biz bilirik ki, hansı şeylər, fərqlər ortaya çıxır. Bu özü bir seminarın mövzusudur da, Faiq müəllim, Zeynətin müəllim, o sufilik məsələsində bizim, Kəmal ağam, sufilik məsələsində bizim kafamızı, şuurumuzu dolaşdıranların da çoxsu qərib-qəribə qatçılardır. Hə, ola bilər, ola bilər, ola bilər. Yəni o deyim kimi, o özü mən elə düşünürəm. Sufizm özü, sufilik panteizmdir, deyil, bax bu özü bir mübahisə məsələsidir. Çox sağ olun Zeynətin müəllim, Faiq müəllim, sizə təşəkkürümüzü bildiririk. Bu yəni, Bir dənə əyləşək, biz bir şəkil çəkdirək, xahiş edirəm.